Daha bir həyət evində işlərimiz başlamaq üzrədir. Hal-hazırda sıvaq və elektrik işləri tamamlanır. Bura mətbəx olan hissə, sanitar qovşağın biri burada. Mini qazanxana aşağıda yığılacaq bu hissədə. Amma memar və dizaynların həmişəki kimi buraxdığı səhvlər eyni bu mənzildə də var. Çünki sanitar qovşağı üçün aid olan boruların yuxarı qalxması üçün heç bir yerdə yer nəzərdə tutmayıblar. Bu ümumiyyətcə Azərbaycanda mövcud problemdir. Hələ qarşımıza elə bir həyət evi çıxmayıb ki, memar bunu öncədən nəzərə alsın. Ayrıca bir yer nəzərdə tutsun ki, burada məsələn şaxta olacaq və borular oradan aşağı düşəcək. Bunu demək olar ki, eləyən yoxdur. Bu da tikinti normativlərinə uyğun deyil. Əlavə yenidən haransa dağıtmalı oluruq, qazmalı oluruq. Orada gör sifətlər işləyiblər indi. Əlavə bunun üçün yer fikirləşmək lazımdır. Belə, mənzil sahibi üçün xeyirli olsun inşallah. Biz də hər kəsə bol və halal ruzi arzu edirik ki, 52 dərəcə komandası ilə mənzillərinizdə istədiyiniz istiliyi və komfortu yarada biləsiniz.